Xəyanət elə bir zərbədir ki, insanı diz çöktürə bilər. Hissləriniz sizi idarə edir, zəiflədir. Amma başqa bir yol da var. Gücə və nəticəyə fokuslanan soyuq, amansız bir fəlsəfə, Makiavellizm. Bugün biz emosiyaları bir kənara qoyub, xəyanətlə başa çıxmağın strateji tərəflərini araşdıracağıq. Gəlin, başlayaq. Başlamazdan əvvəl, gəlin bir anlıq dayanıb düşünək. Sizcə, xəyanətin ən pis, ən dözülməz tərəfi nədir? Yəqin ki, ilk ağlınıza gələn o dərin, emosional ağrıdır, elə deyilmi? O sarsılan güvən hissi. Amma Makiavellist düşüncə tərzi üçün əsl fəlakət bu deyil. Yox, əsl fəlakət tamamilə başqa bir şeydir. Baxın, bütün fəlsəfənin təməli məhz bu cümlədə gizlənib. Məsələ sizin nə qədər əzab çəkməyiniz deyil. Məsələ başqalarının gözündə necə görünməyinizdir. Bu yanaşmaya görə zəif, aciz, məğlub olmuş birinə çevrilmək xəyanətin özündən qat-qat böyük bir fəlakətdir. Gücü və reputasiyanı qorumaq hər şeydən, hətta şəxsi hisslərdən belə üstündür. Yaxşı, bu strategiyanı həqiqətən mənimsəmək üçün ilk növbədə dünyaya bir şahzadənin, yəni bir hökümdarın gözü ilə baxmağı öyrənməliyik. Bu nə deməkdir? Bu, dünyanın olmasını arzuladığımız kimi yox, olduğu kimi, yəni bütün amansızlığı və reallığı ilə görmək deməkdir. Bu fəlsəfə deyir ki, insanlara romantik pəncərədən baxmağı unudun. İnsanlar təbiətlərinə görə ilk növbədə öz mənfəətlərini düşünürlər. Sədaqət yalnız şəxsi maraqlar üst-üstə düşənə qədər mövcuddur. İnsanların nankor, dəyişkən və ikiyüzlü olması bir qüsur deyil, bu onların təməl xüsusiyyətidir. Və buna görə də xəyanət qəribə bir hadisə yox, əslində təbii və hər an gözlənilən bir şeydir. Və bu reallığın içində iki əsas qüvvə var. Birincisi, virtudur. Bu, sizin şəxsi gücünüz, iradəniz, vəziyyəti idarə etmə bacarığınızdır. İkincisi isə fortunadır, yəni talə, şans. Fortuna zəifləri və tərəddüd edənləri sel kimi yuyub aparır, amma virtu sahibi, yəni cəsur və qətiyyətli olanların qarşısında ram olur. Xəyanət sadəcə olaraq sizin virtunuzun, yəni gücünüzün zəiflədiyi bir anın nəticəsidir. Və bu da bizi gətirir ilk, bəlkə də ən vacib qaydaya. Emosiyaları tam nəzarətdə saxlamaq. Çünki bu oyunda hisslərini göstərmək elə məğlubiyyəti boyuna almaq deməkdir. Bir anlıq bu cədvələ baxın. Fərq gecə ilə gündüz kimidir. Adi insan nə edir? Qışqırır, ağlayır. Sən bunu mənə necə edə bildin, deyə hesab sorur. Bəs Makiavellist reaksiya necədir? Tam əksi, üzdə donuq, buz kimi bir ifadə, tam hesablanmış bir laqeydlik və strateji səssizlik. Məqsəd dağıldığını yox, sadəcə zibilə atılmalı bir şeydən qurtulduğunu göstərməkdir. Yaxşı, bəs niyə? Səbəb çox sadədir. Çünki bu fəlsəfəyə görə zəiflik simpatiya yaratmır. Əksinə, nifrət və ikrah doğurur. Sən ağrılarını hamıya göstərəndə, əslində qarşındakına sənin üzərində nə qədər güclü olduğunu göstərmiş olursan və bu, ona sənə daha da çox hörmətsizlik etmək üçün yaşıl işıq yandırır. Deməli, emosional fırtına bitdi, indi beyin işə düşür və soyuq hesablama başlayır. Bu, sadəcə bir cavab zərbəsi deyil, yox. Bu, rəqibi tamamilə sıradan çıxarmaq üçün hazırlanmış 3 mərhələli bir məhv etmə planıdır. Budur qisasın qızıl qaydası. Yarımçıq iş görmək olmaz. Zərbə o qədər sarsıdıcı, o qədər dağıdıcı olmalıdır ki, qarşı tərəfin cavab verməyə nə gücü qalsın, nə də cürəti. Çünki unutmayın, insanlar kiçik zərərlərə görə intiqam alarlar, amma böyük, sarsıdıcı zərbələr qarşısında aciz qalarlar. Əsil qisas fiziki deyil, o ağılla edilir. Bu, rəqibi 3 fərqli cəbhədən məhv etmək deməkdir. Birincisi, onun cəmiyyətdəki bütün nüfuzunu, hörmətini yerlə bir etmək. İkincisi, bütün maliyyə qaynaqlarını qurutmaq. Və üçüncüsü, ən vacibi, psixoloji olaraq onu sındırıb tam hökmranlıq qurmaq. Gəlin bunun real həyatda necə işlədiyini iki fərqli əsilzadənin hekayəsi üzərindən görək. Təsəvvür edək ki, bir əsilzadə arvadının ona xəyanət etdiyini öyrənir. Səfeh olan əsilzadə nə edir? Hisslərinə təslim olur, dərhal arvadın sevgilisini döyülə çağırır, arvadını döyür, səsküy salır və nəticədə bütün şəhərin dilinə düşüb rüsvay olur. Həm hörmətini itirir, həm də hamının gözündə gülünç vəziyyətə düşür. İndi isə gəlin, ağıllı, yəni Makiavellist əsilzadənin yoluna baxaq. O, heç bir səsküy satmır. Sanki heç nə olmayıb. Amma pərdə arxasında, sakitcə, arvadının bütün maliyyə imkanlarını, dəbdəbəli həyatını əlindən alır. Sevgilisini isə iqtisadi yollarla elə məhv edir ki, heç kim nə baş verdiyini anlamır. Və ən əsası, öz adını ləkələmədən arvadının cəmiyyətdəki nüfuzunu elə məharətlə zədələyir ki, qadın tək-tənha qalır. Və son nəticəyə baxın.
Səfeh əsilzadə rüsvay olur, hamının lağ obyektinə çevrilir. Ağıllı əsilzadədənsə hamı qorxur və ona hörmət edir. Çünki məqsəd ədaləti bərpa etmək deyil, güc və qorxu vasitəsilə hörmət qazanmaqdır. Yaxşı, düşməni məhv etdik. Amma bu hələ son deyil. Onu sadəcə məğlub etmək bir şeydir. Amma onu hər gün, hər an, verdiyi qərara görə peşmançılıq çəkməyə məcbur etmək, bax bu əsl qələbədir. Bu, son güc oyunudur. Peşmanlıq yaratmaq. Bəs bunu necə etməli? 3 sadə, amma ölümcül addımla. Birincisi, ona verdiyin hər şeyi, status, pul, təhlükəsizlik, hər şeyi bir anda və qətiyyətlə geri çəkirsən. İkincisi, onun nə qədər asanlıqla əvəz oluna biləcəyini göstərirsən. Həyatının onsuz nəinki dağılmadığını, hətta daha da yaxşılaşdığını görməsi onun üçün ən böyük zərbədir. Üçüncüsü isə sadəcə uğur qazanmaqdır. Bu addımların arxasındakı fəlsəfə çox soyuq, amma bir o qədər də realdır. İnsanlar sevginin bitməsinə görə peşman olmurlar. Onlar itirdikləri maddi və sosial imkanlara görə peşman olurlar. Onlar itirdikləri rahatlığa, statusa, gücə və təhlükəsizliyə ağlayırlar. Və beləliklə biz ən son, ən güclü və ən mükəmməl intiqama gəlib çatırıq. Şəxsi uğur. Sən cəmiyyətdə yüksəldikcə, gücləndikcə, o hər dəfə sənə uzaqdan baxanda nə qədər böyük bir fürsəti, nə qədər böyük bir imperiyanı itirdiyini anlayacaq və hər gün peşmançılıq hissi ilə yaşayacaq. Bütün bu strategiyanı son bir dərsdə, son bir metaforada cəmləyə bilərik. Bu, güc və şəxsi məsuliyyət haqqında soyuq bir həqiqətdir. Canavar və çoban hekayəsi. Son nöqtə budur. Xiyanət edəni onun təbiətinə görə günahlandırma. O bir canavardır və canavarın işi budur. Mənbəyə görə əsl günahkar öz gücünü, öz sürüsünü qoruya bilməyən, diqqətsizlik edib qapını açıq qoyan şəxsin özüdür. Dərsi al, qapını bağla və yoluna davam et. Əsl gücü bax budur.